Değerli şagirdlər, abituriyentlər, izləyicilər, bugünkü dərsimizdə Füzulinin iki qəzəlindən, söz rədifli qəzəllər və məni candan usandırdı sözləri ilə başlayan qəzəlindən danışacaq. Füzuli sözün ustasıdır. Sözün həqiqi mənasında ədəbiyyatımızda Füzuli qədər dilə bələd olan və fikrini çox səlis ifadə edən ikinci bir şairə rast gəlmək mümkün deyil. Ona görədir ki, üstündən 500 il keçməsinə baxmayaraq bu əsərlərin müasir oxucu da çox rahat anlayır və qavrayır. Burada bir anlaşılmayan, deyək ki, yerinə oturmayan söz ifadəyə rast gəlmək mümkün deyil. Necə ki, Füzuli özü haqqında belə deyib, öz yaradıcılığı haqqında belə deyib. Deyib ki, mən bir əsər yazdım, səhər kiməsə oxudum, dedilər ki, Füzuli bunu deyiblər, o əsəri divanıma daxil eləmədim. Axşam şeir yazdım, səhər oxudum, dedilər, Füzuli heç kəs belə deməyib. Demək, heç kəs belə demirsə, demək, oxucu bu cür qəbul edə bilmir. Füzuli o şeirlərindən də imtina edib. Sonra özü deyir ki, özüm gecə yazdım, səhər oxudum, bəyənmədim, onu da divanıma daxil eləmədim. O şeirləri divanıma daxil elədim ki, heç kəs bir qulp qoya bilmədi. Bugün də belə, o cür şeirləri oxuduğumuz üçün biz Füzuliyə sözün ustası, sehirbazı deyə bilirik. Füzulinin söz haqqındakı qəzəlindən danışacaq. Füzuli hər beytində sözü bir cür vəsf edib. Söz sahibini bir cür vəsf edib. Həm sözü deyənin, sözün sahibini. Füzuli necə deyirdi? Söz candır əgər bilirsən insan, sözdür ki, deyirlər özgədir can. Yəni, canın ruhu, canın özəyi, mahiyyəti sözdür. Yəni, insanın ruhunun, insanın qəlbini, insanın kim olduğunu, nə olduğunu söz açıqlayır. Baxaq, deyir, xəlqə ağzın sirrini hər dəm qılır izhar söz. Bəli, söz ağzın sirrini, insanın içindəkini xəlqə izhar edir. Sonra Füzuli burada bir söz oynadır. Bu nə sirdir kim olur? Hər ləhzə yoxdan var söz. Bəli, söz yoxdan var olur. İnsanın ruhundan var olur. Bir də belə bir anlam yükləyirlər ki, ağız yox olduğu üçün ağız deyilən bir orqan yoxdur. Söz yoxdan var olur. Yəni, olmayan bir orqandan var olur. Həm də söz həqiqətən elə bir bazası, mənbəyi olmayan bir yerdən var olur. Yəni, insan təfəkküründən milyonlarla söz, cümlə, fikir, ifadə zühur edə bilər. Artıran söz qədrini sidq ilə qədrin artırar. Kim nə miqdar olsa, əhlin eylər ol miqdarı söz. Allah Sabir müəllimə, professor Sabir Əliyevə rəhmət eləsin. Bu beytin izahını o fərqli verir. Amma mən belə anlayıram, ona görə də belə də demək istəyirəm. Kim sözün qədrini sözə sədaqətlə, sözün qədrini artırarsa, yəni sözü boş söz danışmazsa, danışdığı sözə hörmət eləyərsə, olduğu qədər də söz onu o qədər eləyər. Yəni, hər kəs elə bir sözə dəyər verdikcə, öz dəyərini artırmış olur. Kim nə miqdar olsa, əhlin eylər ol miqdarı söz. Yəni, hər kəsin qədərinə uyğun ağzından söz çıxardığı üçün, söz də onu qədəri qədər edir. Yəni, öz dəyəri qədər edir. Amma bunu tərsinə də izah edirlər. Ver sözə ehya ki, tutduqda səni xab-i əcəl. Sözə dirilik ver ki, səni əcəl yoxsu tutduqca, burada da bir mübahisəli məqam var ki, bu tutduqdadırmı, yoxsa tutduqcadırmı? Mən tutduqda kimi düşünürəm, amma sözsüz ki, Füzuliyə ilə apara bilmərəm. Yəni, səni əcəl yoxsu tutsa, ölüm yoxsu tutsa, sözə dirilik ver. Yəni, ortada bir söz bıraq getkinən ki, edə hər saat səni ol uyğudan bidar söz. Yəni, səndən danışsalar, yəni sözündən danışsalar, səni yuxudan oyatmış olsun, səni diriltmiş olsun. Bir nicari əmbərin xətdir könüllər almaq. Bu nicari əmbərin xət o qədər dəhşətli bir söz. Xət bu, yəni qaşı, gözü, burada xət dedikdə saç başa düşülür. Əmbər qoxulu deyir, gözəldir könüllər almaq. Yəni xətti belə, həm də qoxusu gözəl, həm görünüşü gözəl, həm də qoxusu gözəl. Bir gözəldir deyir könüllər almağa, göstərər hər dəm niqabi qeybidən izhar söz. Yəni, ruxsar söz, daha doğrusu üst söz. Qeybdən, həqiqətən söz qeybdən özünü göstərir. Necə ki, gözəl niqabını belə üzündən çəksə, biz orada bir gözəl bir qız görmüş olsaq, bir nigar görmüş olsaq, özü əmbər qoxulu bir nigar görmüş olsaq, eyni cür deyir, söz də o qeybdən deyir, üzünü o cür göstərir. Yəni, sözü sən ağzından çıxardıqda bir gözəli görülmüş kimi biz o sözü görmüş oluruq. Xazini gəncineyi əsrardır hər dəm çəkər, rişteyi izharə min gövhəri
Əsrar söz. Sözü xəzinədar hesab edilir. Deməli, xəzinənin sahibi hesab edir. Şair deyir ki, ipə deyir, o sanki deyir mirvariləri düzər. Özdə sirlər xəzinəsinin, əsrar sir, gənc xəzinə, sirlər xəzinəsinin xəzinədarıdır. Yəni söz, yəni insan təfəkkürü o xəzinənin xəzinədarıdır, sahibkarıdır. O deyir, danışdıqca neyniyər, ipə dürlər düzmüş kimi düzər. Olmayan qəvvası bəhri, mərifət arif decil. Kim sədəf tərkibi təndir, löleyi şəhvar söz. Deyir ki, necəcidir, mərifət dənizinin üzgüçüsü olmayan deyir, arif adam deyil. Yəni, mərifət dənizinin üzgüsü olanlar arif adamlardır və onların deyir, onların sədəf bədənidir, söz löləsidir, şəhvarıdır. Məsələn, siz bilirsiniz də, gövhəri sədəfin içərisindən çıxarırlar, o heyvanı bir aralayıb oradan çıxarırlar. O da deyir ki, hər insan, yəni şəxsiyyət onun qabıdır, söz isə onun gövhəridir. Gəl çox istərsən Füzuli, izzətin az et sözü. Kim çox olmaqdan qılıbdır, çox əzizi xarı söz. Əgər deyir Füzuli, özünün hörmətli olmağını istəyirsənsə, sözünü az et. Çünki çox danışmaq, çox hörmətlini biabır edibdir, xar edibdir. Biz də çox danışmayaq, xar olmayaq. Füzulinin məhəbbət mövzusunda olan bir məşhur qəzəli var ki, biz orta məktəbdə öyrənirik. O da məni candan usandırdı misrası ilə başlayan qəzəldir. Bu qəzəl haqqında mən bir məsələni xüsusilə vurğulamaq istəyirəm. Burada ilahi eşqdən söhbət getdiyini söyləyirlər, çox müəlliflər deyib. Mən qətiyyən bu fikirdən razılaşa bilmirəm və sözümün arxasında dayanıram. Burada heç bir ilahi eşqdən söhbət gedə bilməz. Bu bir insani eşqdir. Ona görə bu fikirdəyəm ki, Füzuli heç vaxt Allahı nəzərdə tutaraq belə deyə bilməzdi, deməzdi. Məni candan bezir. Allah Teala adamı candan bezirmir. Burada ilahi eşqi heç bir işarə falan yoxdur. Kimsə nə cürsə əsaslandırmaq istəyir, amma müasir dil faktı var. Heç müasir dil faktı yox, təfəkkür məsələsi var. Allaha xitabən belə demək olmaz. Məni candan usandırdı, cəfadan yar usanmazmı? Yəni Allaha belə demək olmaz ki, sən məni bezdirdin, ey sevgili yar, ey Allah Teala, sən özün usanmazmısan? Bunu belə deməliyək. Bu sevgiliyə deyilmiş bir sözdür. Belə də razılıq verməyən, aşiqinin sevgisinə inanmayan, qarşılıq verməyən, daha doğrusu inansa da qarşılıq verməyən sevgiliyə deyilmiş bir sözdür ki, sən məni candan bezdirdin, bəs bu qədər zülümdən, cəfadan bezməzsənmi? Fələklər mənim ahımdan yandı, mənim ahımdan, naləmdən fələklər, hər şey, yer, göy alışdı, yandı, amma görəsən arzumun şamı bəs alışıb yanmazmı? Hamı bimarinə canan dəvai dərd edər ehsan, neçin qılmaz mənə dərman, məni bimar sanmazmı? Hər kəs deyir, öz xəstəsinə dərd et, xəstəsinin dərdinə dəva edir. Amma mənə deyir, niyə dərman eləməz? Məni xəstə hesab eləməzmi? O cümlədən Allaha da belə demək olmaz. Ki, sən hamının dərdinə dərman eləyirsən, mən xəstənin dərdinə dərman eləmirsən, məni xəstə hesab eləmirsən. Axı, belə demək olmaz, Allah hər şey əyandır. O nətər bilmir ki, bəndəsi onun aşiqidir, deyək ki, onun xəstəsidir və onun dərdinə dərman eləmir. Söhbət sevgilidən gedir. Qəmin pünhan tutardım mən, dedilər, yarə qılır övşən. Desəm ol bivəfa bilmən, inanarmı, inanmazmı? Deyir, mən qəmimi gizli tutardım. Mənə dedilər, Allah Teala'dan qəmini gizli tutmaq olar mı? Allah hər şeyi məlumdur. Mən deyir ki, sevgilimə deməzdim, istədiyimə deməzdim, bildirməzdim. Yəni, belə aşiqlər var, eşqini etiraf eləmək, bildirməyə, nəsə deyək ki, cəsarəti olmur. Deyir, qəmimi pünhan tutardım. Mən dedilər, yarə açıqla ginən bunu. Deyir, görəsən desəm, ol vəfasız. Allaha vəfasız demək olarım. Ol vəfasız, inanarmı, inanmazmı? Şəb-i hicran yanar canım, ayrılıq gecəsi yanar canım, tökər qan çeşmi giryanım. Gözlərimdir, ağlar gözlərim qan tökər. Burada çox böyük bir mübaliğə var. Oyadar xəlqi əfqanım. Bütün xalqı deyir, mənim ahım, naləm oyadar. Bəs qara bəxtim, oyanmazmı? Burada çox böyük bir təzad, burada böyük bir şişirtmə. Hətta belə deyək ki, deyir ki, qan tökmək, çeşmi giryanım qan tökər. Şişirtmək deyir, biz buna şişirtmə deyirik, amma insan çox ağlayanda həqiqətən gözündən qan gəlir. Gül rüxsarinə qarşı gözümdən qanlı axar su. Həbibim, fəsli güldür bu, axar sular, bulanmazmı? Gül üzünə qarşı gözümdən deyir, yaş qanlı axır. Burada
qanlı axmasa da zaten göz yaşı qırmızı üzü özündə əks elətdirdiyi üçün gözdən axan yaş onsuz da qırmızı görünür. Burada Füzuli bir həm də qəribə şəkildə bir bənzətmə, yəni bir təsvir formalaşdırıb. Deyir ki, Həbibim, ey dostum deyir, bu gül fəslidir. Axar sular bulanmazmı? Həqiqətən mənim gözümün yaşının deyir, axması gül fəsli ilə bağlıdır. Çünki qıza zaten gülüm demişdi. Burada bir qəribə analogiya var. Qıza gül deyir, sonra deyir bu gül fəslidir. Gül fəsli sonunda sular bulanır, mənim gözümün yaşı da duru yox, qanlı axır. Deyildim mən sənə mail. Məsələn, bunu Allah'a demək olarmı ki, deyildin mən sənə mail, sən etdin əqlimi zail. Allah Taala ağlı zail eləyəndimi? Bəli, mən deyir, öz sevdiyinə deyir ki, mən sənə meyilli deyildim, sənin gözəlliyin mənim ağlımı zail elədi. Mənə tən eləyən qafil, mənə istehzal eləyən, məni bu eşqimə dırnaq arası baxan adam səni görcək utanmazmı? Yəni, o səni görsə, o da mənim gülümə düşər. O səni görmür deyə mənim eşqimə dırnaq arası baxır. Bunu Allah'a demək olar mı? Füzuli ründ-i şeydadır. Füzuli eşq dərsidir. Həmişə xəlqə rüsvadır. Və həmişə xalqın içində biabır vəziyyətdədir. Sorun ki, bu nə sevdadır? Deyir, indi bir onun özündən soruşun. O özü bu sevdadan usanmaz mı? İndi şeirlərin, hər iki şeirin haqqında bədii tərəflərindən danışaq. Deməli, hər iki qəzəl sözsüz ki, əruz vəznində yazılıbdır. Füzulinin söz qəzəli rəməl bəhrindədir. Failatun, failatun, failatun. Failin ölçüsündədir. Bu qəzəl Həzəc bəhrindədir, məni candan usandırdı. 4 dənə məfailün, 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 məfailün ölçüsündədir. Bu qəzəldə daxili qafiyə var, birinci beyti çıxmaq şərti ilə. Burada canan, dərman, ehsan, mən, rövşən, bilmən. Burada da bilmən yazmışam, bilmən olmalı idi. Canım, ciryanım, əfqanım, bu da daxili qafiyədir. Qarşı, su, bu daxili qafiyədir. Mail, zail, qafil daxili qafiyədir, şeydadır, rüsvadır, sevdadır, daxili qafiyədir. Bu şeir üçün məsələn şah beyt hansıdır demək mümkündür. Füzulinin o cümlədən elə söz qəzəli üçün də şah beyt hansıdır demək o mümkün deyil. İlk beytlər mətləb beytdir, son beytlər məqtə beytdir. Füzuli ründ-i şeydadır. Burada Füzuli öz təxəllüsünü çəksə də özünə müraciət eləməyib, amma söz qəzəlində gəl çox istərsən Füzuli, orada xitab kimi müraciət edib, yəni özünə bu məsələlər də bəzən test tapşırıqlarında düşür. Mətn başdan ayağa məni candan usandırdı. Qəzəli bədii sual şəklindədir. Düzdür, birinci beytdə hər iki misrada bədii sual var, sonraki beytlərin isə cüt misrasında bədii sual var. Bədii təsvir və ifadə vasitələrindən danışsaydık, məsələn, hər iki qəzəldə bədii təsvir və ifadə vasitələri çox zəngindir. Füzuli çox möhtəşəmdir. Diqqətinizə görə təşəkkür edirəm. Sizə bir faydam toxunduysa mənə nə mutlu.